Salam hörmətli tamaşaçılar. Deməli, bu general oyunudur. Bu oyun dükanlardan ala bilərsiniz, disk dükanlarından. Deməli belə. Bu oyunu bizim Amerikada olan firmamız bırakmıştır. Bu oyunun yaradıcısı Mustafa Elçinir, dizaynerdir kendisi. Ben bu mikrofonla uzatmak istedim. Gördüğünüz kimi bu Kitay ordusudur. Bu oyunu böyle düzəltdim ki, bilsinlər ki, Kitayların necə güclü dövləti, güclü adamları, güclü silahları və güclü tankları var. İndi burada olan Qıla, yəni İrak ordusu Kitayla böyük bir qırğına girir. İndi gördüğünüz kimi bu İraqın bombardировщик maşınıdır. Onun partlaması bütün tankları və adamları öldürebilir. Bu gördüğünüz kimi olan balaca mini puşkalarıdır. Raketçilərlə və Kalashnikov olan adamlar olur. Gördüğünüz kimi de burada qırğınlar gelir. Elçin müəllim, bu oyunu neçənci ildə bırakmışsınız? Mən bu oyunu 2011-ci yanvarın 14'ünde biz satışa bırakmışız. Gördüğünüz gibi indi bu maşın böyle bir patlamaya neden oldu. Bu patlamanın adı atom bombasıdır. Gördüğünüz gibi burada her yer yerle yeksan oldu. Buradaki gördüğünüz her şey yerle yeksan oldu. Gördüğünüz gibi buradaki her şey yerle yeksan oldu ve bütün evler, binalar söküldü. Ben bu mikrofonu Mustafa Elçinə vermək istəyirəm. Çok sağ olun Elçin müəllim, teşekkür ederim sizə. Elçin müəllim, sizden bir şey sormak istedim Elçin müəllim. Siz bu oyunu necə oldu ki hazırlanmağa fikirləşdiniz? Buyurun, mikrofon sizdə, söz sizdə. Ben bu oyunu qurmaq istedim ki, ermənilərin bizə elədiyi hücumları bizim torpaqlarımızı aldığına görə mən də bu oyunu düzəltdim ki, o ermənilər zəifdir, biz onları həmişə uduruq. Ki, ermənilər haqsız yerə bizim torpaqlarımızı almışdır. Çok sağ olun, teşekkür edirəm Elçin müəllim. Hörmətli tamaşaçılar, heç də başa düşmədi sizin danışığınızdan. Amma nəysə. Daha sizsiniz Elçin müəllim. Sonra Elçin müəllim, sizdən bir sual oldu. Elçin müəllim, sizin firma daha nələr, hansı oyunlar yazır, bırakır? Crisis oyunu, Command & Conquer General 2, Generals 1 ve General 0 ve Construct V6, Construct V5, 1.6 Jet yazılmalı. Oradaki gördüğünüz gülbala şeklini ben dostumdur. Onun istediğine göre ben de onun şeklini oraya vurdum. Çok teşekkür ederim Elçin müəllim. Elçin müəllim,
istəyirsən bir dənə də sual soruşsan və sonuncu sual onu götür. Ra. Bu gördüyünüz kimi Kitayın traktorudur. Onu çox şey tikə bilər. Mən hələ birinci yolda olduğuma görə o az şey verir tikməyə. Gördüyünüz kimi indi mən bunker tikdim. Burada olan adamları ise bunkeri qoyursunuz. Adamların üstüne 2 dəfə basanda ancaq bu tüfəngli adamları götürür. Gördüyünüz kimi bunkerime o adamları yığdım. Burada da bir dənə bunker tikirik. Bunun üstüne basanda ben bu mikrofonu Mustafa Hüseyin'e vermek istedim. Çox sağ olun Metin müəllim. Metin müəllim, sizə sualım var idi. Onlar soruşum sizdən. Bəli. Çox sağ olun Metin müəllim. Bu oyun bütün ölkəlerde var Metin müəllim. Bəli. Metin müəllim, bununla verilişimizi sona çatdırmaq istəyirəm. Bizim hal-hazırda 5 dəqiqə vaxtımız qalmışdır. 5 dəqiqə verilişimiz sona çatır. Gördüğünüz gibi bu Kitay tanklarıdır. Bu tanklar çok güçlü tanklardır. Bunlardan da güçlü tanklar var. Şimdi bu gördüğünüz çok sağ olun değmez. Çok sağ olun, buna hiç değmezdi. Sen göreceksin. Gördüğünüz kimi mən İraq dövləti ilə qırğına çıxmışam. Bu indi mənim tanklarım onların dövlətini yox etməyə gedəcəm. Gördüğünüz kimi bu onların radioaktiv bir bazalardır. Bununla onların toku çox olar. İndi gördüğünüz gibi bunlardan çoxlu tankları və pulemyotlu maşınlar gəldi. İndi mən buraya bir dənə Tiger samolyotlarını özüm göndərirəm. Gördüğünüz kimi indi bu Tiger samolyotları gedirlər. Bunlar güclü qırıcı təyyarlardır. Bunların attığı raket alovdur.
Gördüyünüz kimi bu onu götürəndə mənə pul gəlir. İndi onu götürməyi sizə göstərəcəm. Birinci əsgərlər çıxan bazanın üstündəki bu bayraq şəklində basırsınız. Gördüyünüz kimi burada gedir. Burada da bu maşın indi məndə pul işləyir. O məndə indi gördüyünüz mən bir dənə buradan adam götürüb ora aparacağam. Gördüyünüz kimi adamda da bax bu həll olmayıb. Orada qutaranda görəcəksiniz. İndi mən burada bunu necə götürəcəm. Gördüyünüz kimi onların maşınları, tankları və pulemyotçu maşınları mənə vurmağa gəlir. Amma mənim tanklarım güclü olduğundan onlar mənə tanklarımı gec partladır. Biz gördüyünüz kimi bu adamın üstünə basanda bu bayraq şəklinin üstünə basırıq və bunun üstünə tuturuq. Düşmənlərin də bazasını boyuna götürmüyorlar. İndi mikrofonu mən sənə vermək istəyirəm, Mustafa Hüseynə. Çox təşəkkür edirəm sizə. Elçinciyim. Mən də sənə. Elçin müəllim, bizim verilişimizin bitməyinə 2 dəqiqə qaldı. Saniyələr azalır. Son sözü sizə verirəm. 2 dəqiqə içində nə siz danışa bilərsiniz. Bununla da verilişimiz sona bitəcək. Mən Mustafa Hüseyn. İndi gördüyünüz kimi mən bu İraqın tanklarını partlatmağa gəldim və az qalıb onların tanklarını partlatmağıma. Hüseyn müəllim, mən onların bazasına çatmışam. Onların bazasını partladım. Verilişimiz bununla da sona çatacaq. Elçin müəllim, amma bizim verilişimizin bitməyində 2 dəqiqə qaldı. İnanmıram bizim rejissor buna imkan versin. Çünki bizim də vaxtımız məhduddur. Bizim studiyanın böyüyü, müdürü İntiqam müəllimdir. Bir dəqiqə qaldı, Elçin müəllim. Son bir dəqiqə. 69, 59, 58, 57, 56, 55, 54, 53, 54, 55, 54, 53, 57, 53, 52, 52, 51, 59, 48, 47. Bəli, məlumatı. İndi bunların bazasını mən çatmışam. Bunların bazası budur. Əlinizlə göstərməsiz olar. Etmədim. Çox sağ ol, etmədim. İndi gördüyünüz kimi mən onu partladıram. İndi gördüyünüz kimi mən onu partlattım və mən qələbəni qazandım. İndi birinci... Çox təşəkkür edirəm sizə, Elçin müəllim. Siz bu oyunu bağladınız. Sağ olun, Elçin müəllim.